Mən zarafat edirdim. Mən inanmazdım ki, sən bunu bacararsan. Sən nə əziyyət çəkirsən ki, bunu əvvəldən düşünməyin lazım idi. Bu kimi sözlər bir pasiv-aqressivin istifadə edəcəyi sözlərdir. Onlar öz düşüncələrini, fikirlərini açıq şəkildə ifadə edə bilmədiyi üçün bunları davranışlar formasında ifadə edirlər və çox vaxt bu davranışlar aqressiv olur. Onlar öz fikirlərini, duyğu və düşüncələrini hər zaman təzyiq altında saxlayırlar. Bunun səbəbi uşaqlıq travmaları ilə də bağlı ola bilir. Pasiv-aqressivlər çox vaxt kinayəli sözlər atırlar, lağ edirlər, qarşı tərəfi incidəcək sözlər deyirlər. Bütün bu davranışlar bir pasiv-aqressivin göstərdiyi davranış formalarıdır. Onlar birbaşa ünsiyyətdən çəkinirlər. Ona görə də dolayı ünsiyyətə üstünlük verirlər. Pasiv-aqressiv davranışlar münasibətlərə ən çox ziyan vuran davranışlardır. Qayğılı bağlanma tipinə sahib olan insanların göstərdiyi davranış formaları da pasiv-aqressiv davranış formalarıdır. Onlar qayğı və problemlərini, narahatçılıqlarını rahat şəkildə dilə gətirə bilmirlər.